Salam müəllimə. Salam Nigar. Demək bugünkü mövzumuz maarifçi realizm, Hikmətin fəziləti, Qasım bəy Zakir, Mirzə Fətəli Axundov. Bugün bir xeyli işimiz var. Başlayaq nədən? Maarifçi realizm dövründən ümumiyyətlə. Başlayayım Mehriban, mən. sən dinləyicisən, ancaq ki arada soruşacağım çünki əvvəllərdən keçmişikdə yadında qalmalıdır. Amma yəni tamamilə dinləyici olsan passiv olacaqsan. Görüm sizi qızlar, Nərminə maarifçi realizm özündən əvvəlki erkən realizm dövründən nə ilə fərqlənirdi və hansı nümayəndələri var idi? Deməli 19-cu yüzilliyə əhatə edirdi. Deməli burada erkən yeni dövr Azərbaycan ədəbiyyatının ikinci mərhələsində adlanır, maarifçi realizm adlanır. Deməli yeniliklər var idi burada bir sıra. Axundzadə dramatik növün əsasını qoyur, daha sonra komediya janrının əsasını qoyur. Sonra yeni realist bədii nəsrin əsasını qoyur Aldanmış Şəvakif əsəri ilə. Yəni povestin əsasını qoyur. Sonra Nəcəf bəy Vəzirov faciənin əsasını qoyur Müsbət Fəxrəddin əsəri ilə. Bir də İsmail bəy Qutqaşınlı idi ki, o da yeni tipli bədii əsərin əsasını qoyur Rəşid bəy və Sadət xanım əsəri ilə. Daha sonra teatrın əsası qoyulur bu dövrdə. Həsən bəy Zardabi ilə Nəcəf bəy Vəzirov 1873-cü ildə əsasını qoyur. Deməli burada Axundzadənin Sərgüzəşt Vəzirxan Lənkəran əsəri, bir də daha sonra isə Hacı Qara komediyası səhnəyə qoyulurdu. Sonra Milli Mətbuatın əsası qoyulur Zərdabi tərəfindən, Həsən bəy Zardabi tərəfindən. O da 1875-ci ildə idi. Əkinçi qəzetini nəşr etdirir və bundan da Milli Mətbuatın əsasını qoymuş olur. Əslində çox davam eləmir, yəni qəzetin ömrü çox olmur, amma digər mətbu əsərlərin yaranmasına şərait yaradır. Daha sonra deməli burada maarifçilər vardı ki, maarifçiliyin ümumiyyətlə realizm əsasını maarifçilər qoymuşdu və onların mühüm amallarından biri də o idi ki, savadsız insanlara, savadsız kişiləri maarifləndirsinlər və onları öz hüquqlarından xəbərdar etsinlər, öz hüquqlarını onlara anlatsınlar. Və ilk maarifçi ideyalarını Başxanovda görürük. Deməli, epik lirik növdə yazmışdı o. Deməli, burada onun yaradıcılığı çox cəhətli idi. Maarifçi görüşlərin əks etdirdiyi əsərləri var idi. Təsvibül əxlaq var, Kitab-ı Nəsihət var, Kitab-ı Əsgəriyə var, Mişətül Ənvar var. Bu əsərlərində maarifçi görüşlərini əks etdirmişdi. Bir də Miratül Cəmal idi da. Ondan bir də Mişkətül Ənvar var. Mişkətül Ənvar burada Nizaminin təsiri aydın duyulur. Əsas təsirlər xəzinəsinin tipdə demişdik də bunu yazır. Digər əsərində isə, yəni Miratül Cəmal əsəri isə avtobioqrafi hissəsiyə daşıyır. Yəni orada öz həyatından bəhs edir. Bu ikisi məsnəvilərində deməli vətənpərvərlikdən, hökmdar və xalq münasibətindən, ölkənin ədalət və haqlı idarə olunması problemini qaldırmışdı və həmçinin cəmiyyətdə olan nöqsanları, eybləri, zülmü tənqid eləmişdi. Bir də zəmanəsində gördüyü ictimai bəlaları, haqsızlıqları deməli məcbur edir ki, o şikayət motivli əsərlər yazsın. Yəni zəmanədən şikayət motivli əsərlər yazmışdı. Deməli, bir dənə bənd verilib orada. Deyirdi ki, bülbül ilə qarağanı gör salırlar bir qəfəsə, fərq qoyulmur bu dünyadan məhəbbətlə həvəsə. Təəssüf ki, bu ömrümüz boşa gedir an-ba-an. Nə xeyir işə sərf olunur, nə sevgiyə ahaman. Zəmanə min bəla verir, ürəyimi qanadır. Üzümdəki allıq mənim ürəyimin qanıdır deyirdi. Deməli, o daim maarifçiliyin, tərəqqinin tərəfində olmuşdu və geriliyi cəhalət tənqid Bəs, etmişdi. yaxşı. Gülsənəm, Seyid Nigarı kim idi? Mir Həmzə Seyid Nigari Qarabağı və Seyid Nigari təxəllüsü ilə tanınırdı. O Türkiyədə yaşayıb yaratmışdı və deməli 19-cu əsrdə yaşamışdı. O Qarabağı Nə adlandırırdı Seyid Nigarı Qarabağı? Hə Nigar? Salam müəllim. Salam. Qızlar, dəyişdi. dünyanın behişti adlandırırdı Qarabağı, bəli, Seyid Nigarı. Hansı vəzində yazırdı Nigarı? Hər ikisi də Yarış. Həm əruz, həm bəli, hecə vəzində yazırdı. Yaxşı. Yeni dövrün Başxanovun yaradıcılığı, Hikmətin fəziləti önəmlidir. Deməli, ədlə hazırlıq dərsə, Salam müəllimə, bəli. salam. Ədlə Hikmətin fəzilətindən danışaq. Əsərin janrı nədir? Deyirik ki, epik növdə idi, hekayə janrı idi, təhkiyə var idi, vahid süjet xətti var idi, həm də deyirik nəzmlə yazılmışdı. Sonra
Nəzmlə yazıldığına görə də biz buna mənzum hekayə deyirik. Əsər belə deyir ki, qədimdə bir həkim vardı. O padşaha deyir ki, sən mən üzüyümü ən müdrik adama ver. Burada da deyir padşah bu işi ehtiyat eləyərdə, buradakı divanələrdən, gəda-güdadan ehtiyat eləyirdi. Çünki bu dünyada deyir hər kəs özünü ən ağıllı bilir. Deyir artıq o başlayır cəmaatı yığır, 3 sual verməyə başlayır. Birinci sual isə ən xeyirli nə idi? Tacirlər deyirlər al-ver. Vergi toplayanlar deyirlər xərac, samaşkarlar olanlar deyirlər zər. Amma şah deyir ki, bunlar mətləbdən, yəni mən istədiyimdən uzaqdırlar. Həmin an orada bir qoca vardı ki, o deyir ki, burada ən xeyirli hünərdir. Hünərsiz heç bir şey eləyə bilmərsən. Şah bunu qəbul eləyir, keçir o biri suala, deyir yaxşı, deyin mənə yaxşı, dünyada ən yaxşı şey nədir? Yenə müxtəlif suallar ortaya çıxır ki, şadlıq, firavan. Bunlar deyir yenə bu mətləbdən uzaq idi. Qoca deyir ki, yaxşılığın elə özü yaxşılıqdan yaxşıdır. Sonra şah da yenə sual verir ki, bəs ən lazımlı nədir dünyada? Yenə bir çox fikirlər çıxır. Burada deyir şah qocaya diqqət eləyirdi. Qocanın da cavabı olur ki, həqiqət olurdu. Əgər deyir həqiqət olmasa dünya dolana bilməzdi. Artıq onu əmr eləyirlər. Şah qocaya tənzim eləyir, üzüyü təqdim eləyir. Axırda onun yanında vəzir olaraq deyir ölkəni idarə eləyirlər. Məsələn. Yaxşı, Qasım bəy Zakirdən danışaq, suraxında bunu keçəcəyik. Nəzrin Qasım bəy Zakir lirikasının əsas düşüncəsi nə idi? Zakirin lirik qəhrəmanının həyatı görüşləri necə idi? Qasım bəy Zakir satirik tənqidi formalaşdırıb, daha doğrusu. Yəni ədəbi cərəyan kimi formalaşmasında önəmli rol oynayıb. Epik və lirik növlərdə yazıb, həm əruz, həm heca vəznində yazmışdı. Orada mənzum hekayələri var idi. Məlikzadə və Şahsənəm aşıqın təamül bişirməyi məhəbbət mövzusundaydı. Daha sonra Dəvəsi itən kəs, bir də Tərlanlar və elçilər. Bunlar tərbiyəvi mövzudaydı. Digər də Dərviş ilə qız, bir də ki, həyasız dərvişlər haqqında. Onlar da ki, satirik tənqidi mövzusunda yazdığı əsərlərdir. Daha sonra ümumiyyətlə o Azərbaycan dilinin bədii gözəlliyini, incəliyini daha yaxşı təsvir edən bir yəni sənətkar olmuşdu Vaqifdən sonra. Daha sonra başqa Şeirləri bilirik, Nəzrin, əzbər. Vadi Səba. Durnalar danışaq. Bir saat havada qanat saxlayan, nizam ilə gedən qoşa durnalar. Qatarlaşıb nə diyardan gəlirsiniz, qaqqıldaşa durnalar. Mən sevmişəm onun ala gözünü, nəsib ola bir də görəm üzünü. Yoxsa danışırsınız dilbər sözünü, veribsiniz nə baş-başa durnalar. Diyar qürbətdə müddətdir varam, gecə gündüz canan deyib ağlaram. Mən də sizin kimi qərb üzaram, eyləməyin məndən haşa durnalar. Laçın yatağıdır bizim məkanlar, yavaş-yavaş gedin səsiniz anlar, qorxuram toxuna ötən zamanlar, veribsiniz nə baş-başa durnalar. Sirbəniz dağılıb çaşa durnalar. Sonra Zakirəm o tutub alışdı cigər, var isə canandan sizdə bir xəbər, təqafil etməyin Allahı sevər, dönməsin bağrınız daşa durnalar. Məsələn, nədən bəhs edir? Mövzusunda da danışaq. Burada Qasım bəy Zakir Bakıda sürgündə olarkən yazdı. Burada əslində durnalar simvolik obrazdır. Yəni vətən həsrəti qəriblik mənasındadır. Laçın yatağıdır bizim məkanlar deyəndə əslində deyir bura ovçu quşların yuvasıdır. Keçəndə ehtiyatlı olun. Əsər lirik növdə heca vəznində qoşma janrında yazılmışdı. Dördlük şəklində yazılıb, 5 bənddən ibarətdir. Bir də Zakir təxəllüsünü də vermişdi. Məsələn, məhəbbət mövzusuna yer verilibmi? Xeyr, heç verilməyib. Sadəcə digərlərinin əsas fərqi budur ki, ictimai motivlərə daha çox yer verilib. Məhəbbət mövzusuna yer verir. Amma Orada əsas deyir, yer Tamamən məhəbbətdən kənar demir də. Hansı bənd də deyir, ona Bəlkə. işarə edir. Gecə gündüz canlı Gecə gündüz canan deyib ağlaram, mən də sizin kimi qərib üzaram. Məsələn, orada deyir. Yaxşı. Şeirləri əzbər bilirik. Kimlər buradadır? Bir baxım, görüm. Dəniz, şeirlərdə vəziyyət necədir Qasım bəy Zakirin şeirlərində? Müəllimə, biz heç vaxt şeirlər əzbərləməmişik deyə, yəni şeirlər yəni bilmirəm.
Şeirdən sual gələndə, qızım onun izah yaddan çıxa bilər, amma şeir həmin anda yadına salıb sualın ötəsindən gəlmək olar. Fəqan və Mehriban, yadınızda qalıbmı şeirlər? Əzbər qalmayıb mənim. Əzbər gələn dərsə demişdim. Hə, bilirəm. Dedim görüm vəziyyət nə yerdədir. Mədinə, buyur. Şeirləri amma elə kamera bağlı yox, açıq. Demək, danışırıq Badi Səbadan. Təhlilini danışım müəllimə. Bilmirik əzbər. Səma əzbər bilirsən Badi Səbanı? Bəli, Necə? bəli. Hə, de gəlsin. Badi Sabah mənim dərd dilimi, ol bütiz baya dedin nə dedi. O ahı nalə masimanına yetdiyin gərdəni minayə dedin nə dedi. Düşüb ayağına sən o zalımın, söylədin necəliyin halımın, onun əsətindən rəngi alımın, döndüyün heyvaya dedin nə dedi. Görsəydin varmı məni bimarə, nüsxeyi hüsnündə onun biçarə, dildə istirabə, təndə buxarə, sərnimdə sevdaya dedin nə dedi. Sonra qəm əlimdən payı həstə olduğum, hal pərişan dil şikəstə olduğum, bəstəri möhnətdə xəstə olduğum, gözləri şəhlaya dedin nə dedi. Sonra səhrası fələyin şəmsü malına, tamam yeryüzünün qibləgahına, zakirin əhvalın xublar şahına ağlaya-ağlaya dedin nə dedi. Mənə təhlilini danışaq. Aha. Deməli, Badi Səba mənim dərdi dilimi burada lirik növdə yazılmışdır. Janrı qoşmadır. Qafiyə quruluşu durnalar kimi ABCB, CCB, DDB şəklindədir. Deməli, şeir vahidi bənddir, 5 bənddən ibarətdir. Mövzusu məhəbbət mövzusundadır. Şeir şəkli dörtlükdür. Bir də ki, heca vəznində yazılmışdır. Deməli, buradakı şeir ilk misrasına görə adlandırılıb. Badi Səba mənim dərdi dilimi. Rədif olansa bütün misraların sonunda bir də birinci bənddə olan 2 və 4-cü misrada olan dedin nə dedin rədifdir. Ondan sonra deməli deyir ki, məsələn, şairin müəllifin daha doğrusu ismi çəkilsə də özünün müraciəti yoxdur. Daha sonra bədii təzaddan da istifadə olunub həmçinin. Deyirdi ki, şair aşiqin kədər, bir də həyəcan ilə sevginin gözəlliyini qarşılaşdırırdı. Ondan sonra deyir ki, şeir Badi Səbaya müraciətlə başlayırdı. Sonra aşiq ilə deyirdi ki, onun sevdiyi arasında rəqib yoxdur. Başqa nə var idi? Hə, sonra deyirdi ki, məsələn, testlərdə də düşmüşdü. Cavabı alınmayan dedi nə dedi sualı da var idi ki. Ondan sonra başqa deyir ki, onun gözəli həmçinin dünyada heç bir şəkildə misli bərabər olmayan gözəldir. Mədənə, müqayisə edək Vaqifin Pərisi ilə Zakirin Badi Səbasını. Aha. Məsələn, müqayisə eləsək, ikisində də rədif var, deyək ki. Ondan sonra Pəridə məsələn, Pəridə bezdiyini demək olar. Məsələn, Pəridə bezirdi. Nədən bezmir, nədən bezir Pəridə? Başdan başa tərənnümdür ora. Nədən bezir uşaqlar? Necə, hansı bəndə nəzərən biz deyirik Pəridə? Mən quruluş baxımından demək olar, ümumiyyətlə, yəni janr baxımından ki, Badi Səba əruz vəznindədir, Pəri qoşmadı, heca vəznindədir. Badi Səba heca vəzni deyildi. Niyə əruz, Zəhra? Bu əruz vəznində deyil. Yox, ikisi də ortaq cəhətdir. Nə heca vəznində Hə. olmur. Qoşmada biz qoşmadan ortaq cəhət hər ikisinin qoşma olması, heca vəznində olması, hər ikisinin dilində xalq dilinə məxsus ifadələrin Mövzuları da onda. zəngin olması, tərənnüm əsasında olması, məhəbbət mövzusunda olması, bunun ortaq cəhətidir. Müəlliflər, dövrlər fərqlidir. Həmin indi müəyyən lirik qəhrəmanın yanaşmasında fərqlər var. Orada da artıq biz şeiri bilərək tətbiq etməliyik. Vaqifin lirik gözəli, Vaqifin lirik qəhrəmanı gözələ necə münasibətdə idi, Zakirdə necə idi? Kim ümidsiz deyil, kim daim ümidlidir? Zakir.
Zakir. Bəs Pəridə nə var idi? Pəridə hansı ümiddən danışırdı ki? Orada Pəri Elevanın da bildiyi, özünün də bildiyi gözəl bir qız idi. Onun ancaq şeye başlamışı tərənnüm əsasında qurulub. Bir növ. Zakir Zakirdə də tərənnüm var idi da. Orada da deyirdi ki, Gəldənimin ayə dedin, nə dedi? bəli, ortaqca tərənnüm. Hə. Ortaqca tərənnümdür. Orada bir gözəli vəsf edir Pəridə. Amma Badi Səbada sevgilinin nazı qəmzəsi qəhrəmanı usandırıb və yaxud halını usandırıbmı? Yox, o da usanmıyor. Yaxşı. Hansı daha səbirli idi? Zakir. Zakir, bəli. O da tamamen gözəlin tərifidir çünki Vaqifdə. Durnalar, Banu, durnalar və hayf ki yoxdur. Müqayisə edək. Durnaları Zakir bəy yazmışdı. Hayf ki yoxdur, Nəsimi yazmışdı. Deməli, durnalarda lirik növdə heca vəznində idi, qoşma janrında idi. Hayf ki yoxdur, bənd şəklidə 5 bənddən ibarət idi, amma hayf ki yoxdur 2 beytdən ibarət idi. Hayf ki yoxdur, mən Nəsimi yazmışdı ki. Vaqif yazıb. Nəsimi dedi. Vaqifdən. 2 beytdən ibarətdir, hayf ki yoxdur. Durnalar 5 bənddən Beyt ibarət. nədir? Bəndlər şəklində yazılıb. Hayf ki yoxdur. Banu. Bəndlər şəklində yazılıb 4-3 formasında. Sonra Banu, nə ilə qarışdırdın sən bunu? Söz qəzəyi ilə qarşıladım, nə deyəsən? Söz Nəsimi də deyil, Füzulinindir. Sən ümumiyyət ədəbiyyat qarışdırdın deyəsən. Deyəsən. Mövzularına oxşarlıq götürmək olar. Hər ikisi ictimai mövzu yazılmış. İctimai motivin olması oxşar cəhətdir. Bəli, sonra Qoşma janrında olması, bənd şəklində bəndlər olması, əsasında yazılmağı, lirik növdə olmağı ortaq cəhətdir. qoşma olmağı, Qoşma janrında verilməsi, bəli, ortaq cəhətdir. Bədii təsvir və ifadə vasitələrindən istifadə də ortaq cəhətdir. Ortaq, ümumiyyətlə də bir nümunələr üçün, bizim üçün o fikir ilə bir ehtiyatdadır da. Bir şey deməyə söz tapmayanda təsvir ifadə vasitələrini biz deyə bilərik. Amma vacib məqamlar. Vətən həsrəti olduğunu deyə bilərik. Vətən həsrəti Şeirin rədif əsasında adlandırıldığını demək olar. olar, bəli. Vətən həsrəti durnalarda, amma ki yoxdur da vətən həsrəti əslində o Vaqifdə zahiri xarakter daşıyır. Yenə yada düşdü bizim sənəmlər, belə yerdə qalan valla vərəmlər deyəndə o bir bədii priom idi. Ona görə orada real olaraq deməyimiz düz sayılmaz. Gəldi əsas məsələ Mirzə Fətəli Axundov. Xədicə oxumuşuq Axundovu. Deməli qızlar, ki Xədicəmiz ikisi də buradadır. Dəqiqə, mən soyadlarınızı unutdum. Quluzadə. Xədicə, sənin soyadın nə? İsmailzadə. İsmailzadə. Sən soyadını əlavə elə adına. Yaxşı, Quluzadə Xədicə, sənlə davam edək. Axundovun Azərbaycan ədəbiyyatındakı mövqeyi gətirmiş olduğu ilklər nə idi? Deməli, dramatik növün əsasını qoyub, ilk dəfə komediya janrının da əsasını qoyub, lirik, epik, dramatik növlərdə yazıb, 3 ədəbi növdə yazan ilk yazıcı idi. Ondan sonra ilk povesti müəllifi olub, Aldanmış Kəvakib, poema müəllifidir. Onun Zəmanədən şikayət şeiri sujetli lirik əsəridir. Sonra Yeni əlifba haqqında mənzuməsi var, fars dilində yazılmışdır. Avtobiografik əsərdir, yəni öz həyatına bəhs edilir burada. Sonra Aleksandr Pushkinin ölümü münasibəti ilə Matəm qəsidəsi yazmışdır. Sonralar bu qəsidə Pushkinin ölümünə şərh poeması adlandırılıb. Onun Molla Əli, Hekayəti Seyid Ələmsəryani, Həcvi Əbdülrəsul xan şeirlərində tənqidi məzmun daşıyırdı. Burada cəmiyyətdəki nöqsanlar tənqid edilirdi. İlk komediyası Hekayəti İbrahiməli Kimyagərdir.
Burada cəhalət və fırıldaqçılıq tənqid edilir. 1850-ci ildə yazılıb. 1850-ci ildə Hekayət Müsyo Jordan, Nəbatət və Məstəri Şahda 1850-ci ildə yazılıb. Burada da cəhalət, ətalət tənqid edilir. Maarifçilik ideyaları əks olunur. Şahbaz bəyin nümunəsində 1851-ci ildə kənd həyatına götürülmüş Hekayət Hırs Quldur Basan var. Burada da ki, deməli, Bayramla Tarverdinin davasında deməli, Qarşı-qarşıya qoyuram. ailə Ailə məişət məişət zəminində ailə məişət zəminində deməli, əks olunub. Ondan sonra 1852-ci ildə Hacı Qara komediyası var və yaxud da deməli, Hacı Qara başqa cür nə? Hekayət mərtəbəsi. Hekayət Mərdəhəsiz adlanırdı. Burada da Hacı Qara ikiyüzlü tamahkar tacir idi. Bir də müflisləşmiş bəy obrazı Heydər bəy var idi. O da əməyə xor baxırdı. Quldurluğu, sonra oğruluğu arzulayırdı. Burada tənqid olunurdu bu hüsiyyətlə. Sonuncu komediyası isə Quldurluğu 1855-ci arzulayırdı nə ildə. deməkdir? O nə tər cümlədir? Yəni quldurluq etmək istəyirdi. Arzu edir. O yaşayırdı. Olar. Bəli. Sonra sonuncu komediyası isə 1855-ci ildə mürafiə vəkilləri olur. Burada da adı yadımdan çıxdı. Mürafiə vəkillərin hekayəti. Burada hiyləgər, yəni ikiyüzlü Havası. Ağalarda halbatıdır. Kimin tənqid olunan? Kimi Molla İbrahim bu hekayət Mərdan mürafiə Halaçoğlu. vəkillərin hekayətində. Ağa Mərdan Halaçoğlu idi. Burada onun simasında hiyləgərlik tənqid olunurdu. Bir də Səkinə xanım var idi, mütərəqqi qadın obrazı kimi. Mütərəqqi qadın obrazı kimi Səkinə xanımı qeyd edə bilərdik. Hekayət-i Müsyo Jordan, Dərviş Məstəri Şah. Birinci danışıq Aldanmış Kəvakib, Kəvakib ağırdı. Leyla oxumusan Kəvakibi? Kəvakibi yox. İsmail Zadə oxumusan Kəvakibi? Xeyr, mənim. Təravət oxumusan mı? Oxumuşam mən. Yaxşı. Aldanmış Kəvakib Təravət necə başlayır? Aldanmış Kəvakib Novruzdan bahar nəvə idi, Novruzdan 3 gün keçmiş olanda başlayır. Danışacaq əsəri. Danışın. Danışacaq. Danışım mənim. Danış, başla, hə. Baharın əvvəli idi, Novruzdan 3 gün keçmişdi. Şah Abbas öz sarayında oturmuşdu. Arvadı Səlma xatun ilə söhbətə məşğul idi. Bu zaman Xacə gəlir içəri. Xacə Mübarək gəlir içəri. Münəccimbaşının onunla görüşmək istədiyini deyir. O da Şah Abbas da arvadına işarə eləyir ki, hərəmxanaya getsin. Sonra münəccimbaşı gəlir. Münəccimbaşı dua və səna eləyir. Şaha salam verir. Başlayır söhbət eləməyə ki, bəs mən Mərrixin Əqrəb ilə toqquşmasından xəbər tutmuşam. Sizə sadiq olduğum üçün gəldim ki, bunu xəbər verim. Mərrixin Əqrəb ilə toqquşması nəticəsində İran səltənətində bir yüksək mənsəb sahibinin başına bir iş gələ bilər. Bu zaman şah çox cavan idi və ömründən sadəcə 22 il keçmişdi. Məlumdur ki, bu yaşda həyat necə və şirin və əzizdir. Xüsusən də bir səltənət sahibi olan insanlar üçün. Bu zaman şah güya ki bihuş oldu. Özünü itirdi, rəngi ağardı. Münəccimbaşı getdi, sonra Xacə Mübarək içəri girdi. Şah buyurdu ki, tez Mirzə Yəhyanı, Mirzə Möhsünü, Axund Səmədi yanıma çağır. Onlar içəri gələndə deyir ki, ayə sizin tədbirinizə görə mən nə cür eləməliyəm ki, bu qəziyyəni öz canından dəf eləyim.
Onlar başlayırlar hamısı öz fikrini söyləməyə. Birinci Mirzə Möhsün başlayır. Mirzə Möhsün deyir ki, məlumdur ki, sizin atanızın dövründə xəzinə boşalmağa başlamışdı. Mən də belə bir tədbir gördüm ki, əgər hər vilayət hakimlərindən hər kəs bir vilayətə sahib olsa, bir mənsəb sahibi olsa və yaxud Qibləyi aləm onun evinə təşrif buyursa, onun ayağının altına parçalar və qiymətli hədiyyələr verilsin. Buna görə də şükür olsun Allaha ki, dövlət xəzinəsi pul ilə dolmuşdu. Bundan sonra deyir ki, ancaq mən deyir ki, ulduzların dəfi üçün bir çarə bilmirəm. Sonra Sərdar Zamanxan başlayır. Sərdar Zamanxan deyir ki, bu sədaqətli nökərini saqqalının tükünü ali və yüksək dövlətimizin xidmətinə sədaqət və hünərlə ağartmışam. Ancaq deyir ki, 10 il bundan qabaq bir dəqiqə mənə bir dəqiqə davam edirəm. Zəhra, davam edirik. Zəhra, bir dənə Zəhra, onları bizə necə sayırıq? Saray, bu satirik tənqid hədəfləri ki var ha sarayda, onların təklifləri nələri idi ki, əslində tənqid olunacaq məqamlarda? Konkret onların müəllif kimdir, nə deyirlər, onları qısa sayırıq. Birinci vəzir Mirzə Möhsün başlayır öz nitqinə. Demək, bu Şah Abbasın atasının vaxtında xəzinə boşalmış bir vəziyyətdə olubdu. Əslində biz burada onu tənqid edirik ki, nə üçün Qibləyi aləm hər hansı bir adamın evini ziyarət eləməyə gedəndə onun ayağının altına qumaşdan parçalar sərilməlidir. Üstəlik də ona pul bağışlanmalıdır. Tənqid olunan məqam budur ki, yəni birazdan onu növbəti şahid gələcək Yusif Sərraz onu ləğv eləyəcək elə bir şeyi. Yəni burada ayağının altına xalçalar sərilməlidir, pul bağışlanmalıdır və burada da özünü tərifləyir, yaxşı bir şeymiş kimi göstərir ki, və bunun sayəsində xəzinə dolub deyirdi. Daha sonra Sərdar Zamanxan başlayır danışmağa və deyir ki, mən saqqalımın tükünü dövlətimizin aliliyi yolunda ağartmışam. Osmanlı paşalarından biri var imiş. Bundan deyir 10 il bundan qabaq Bəkir Paşa Dəmirçioğlu İran torpağına hücum eləyibmiş. Bu zaman o İran qoşunu sərdarlığında deyir mənə tapşırmışdı. Mənim deyir keyfim gəldi ki, bu xalqımızı deyir doğru yoldan azmışların qarşısında tərəfə verim də. Ona görə ona yaxşı iş kimi irəli sürür ki, güya kəndlərin bu əkin yerlərini xarab eləmək, malqaralarını qovmaq, yolları pozmaq, bunları yaxşı bir iş kimi qələmə verir. Əslində bu təbii ki, xalqın rifahı üçün, kənd təsərrüfatı üçün pis bir şeydir də. Və bunu belə deyir ki, güya Bəkir Paşa bizim sərhədimizə daxil olduğu zaman bir nəfər də deyir görmədi. Ona görə deyir atlı və piyadaları ilə bir yerdə böyük zəhmətlə Təbrizə qayıtmalı oldu və özünü burada onu belə pis çıxmasın, qoca it adlandırır. Deyir bu sarayın qoca iti sizin qarşınızda hər cür işə müvəccihdir, amma deyir mən ulduzların işinə bir şey qarışa bilmərəm. Daha sonra Müstəfi Mirzə Yəhya başlayır. Deyir ki, məlumdur ki, qoşunun orta dərəcəli quluslarının məvacibi, yəni maaşı mənim tərəfimdən, xəzinə mədaxilindən verilir. Amma deyir bir müddət oldu ki, biz onların maaşını təyin edə bilmədik. Ona görə deyir məvaciblər kəsilməli oldu da. Məcbur oldu ki, dövlət xəzinəsinin mədaxili artsın deyə mən maaşı kəsmək məcburiyyətində qaldım və özünün nağılını düzgün işləyən adlandırır. Deyir mənim düzgün işləyən zehnim deyir belə şeylərə çarə tapsa da ulduzların təsirini rədd eləmək üçün heç bir çarəyə ağlım gəlmir. Lap axırda da Mollabaşı danışır. O da deyir ki, bu qüdrətli dövlətimizin davam eləməsi üçün mən duamı, sənamı heç vaxt əksik eləmirəm. Deyir, ulduzların təsirindən əgər Qibləyi aləmin vücudu deyir tüğyan eləyəcəksə, dərd çəkəcəksə, mənim də qəlbim deyir tavadakı balıq kimi büryan olur. Deyir, ulduzlar deyir Qibləyi aləmə xəyanət eləyiblər və onda çoxdan da şeydir bu Münəccim başı ilə elə bir sözü səhv düşmüşdü də aralarında. Ona görə istəyir ki, onun quyusunu qazsın. Ona görə o təklif irəli sürür ki, deyir necə ola bilər Qibləyi aləmə xəyanət eləyibdi, ulduzların təsirini bilir. Amma əlac göstərməkdən çəkinir də. Əgər bir bəhanə gətirsə, mütləq ki, onun boynunu vurdurmaq lazımdır. Qoy Qibləyi aləm onun özünü çağırsın və bu işin deyir dərdini o deyibsə, dərmanını da özü tapsın deyir. Ardın danışım. Yox, bəsdir. Nigar, davam edirik. İndi də görüm kim gəlir və nə tədbir tökülür. Deməli, Mollabaşı münəccim başı ədəbiyyatı var deyə bunu deyirdi. Tez çağırırlar, deməli, Xacə Mübarəkə deyirlər ki, kesin deməli gətirirlər
Mirzə Sədrəddin. Xacə Mübarək kim idi ümumiyyətlə vəzifə etibarilə? Kim idi ki xacə? Qapıçı. Qapıçı. Ona görə də hər xəbəri gətirən aparan xacədir. Qapıda duran qapıçıdır. Hə, Xacə Mübarək. İndi daha bu Axund Səməd topu atdığı kimi münəccim başının üstünə də kim idi münəccim başı? Müneccim başdı. Mirzə Münəccim Sədrəddin. başı Mirzə Sədrəddin. Mirzə Sədrəddin. Dedi ki, Axund Səməd Mirzə Sədrəddinlə arası yaxşı deyildi. Deyir ki, problemi deyib dərdinin çarəsini də öz desin. Xacəni göndərir, get çağır. Hə, indi o gəlir, vəziyyətdən nətər çıxır? Yəni bu zaman Sərdar Zamanxan nə qədər ki, qılınc əhli olsa da ürəyi yumşaq idi da. Deyir ki, gəl sən bunun boynunu vurma. Elə bil ki, bunun əgər boynunu vursan, deyir ki, bizə bu kim deyil. Ona görə deyir ki, sən gəl birinci, yəni bundan səbəbini soruş da. O da deyir ki, sən gəldi ki, mənə bu hadisən aradan qaldırmaq üçün əlacı deyil. O da qorxusundan bilmir ki, nə qarşısında. Deyir ki, qrup olub mənim deyir ki, bağışlayın deyir ki, mən gedim deyir ki, Zilculuq bəy nəzərdən keçirim, deyir, qayıdım gəlib söyləyərəm. Bu zaman Xacə Mübarək girir, deyir ki, Mövlana cəmaətin sizi görmək istəyir. Deməli, gəlir deyir ki, deyir ki, mən bir qocaq səbəbini deyir ki, Şah Sayandan deyir ki, çarda qalmışam. Lakin deyir ki, bu vəziyyət deyir ki, məni çox narahat elədi. Deyir ki, mən istəyirəm ki, sizin bu deməli, bu problemi aradan qaldırmaq üçün sizə bir çarə söyləyəm. O da deyir ki, yaxşıdır ki, elə bu xüsusda deyir ki, biz söhbət eləyirdi. Xasə deyir ki, sən məlumdur da. Yəni, tədbini söylə görə deyir ki, nə deyirsən? Mövlana cəmaətin deyir ki, bu günləri deyir ki, yəni Novruzda 15 gün keçmədən qərib deyir ki, Qiblə aləm deyir ki, öz taxtından, tacından əl çəkə və bu taxta deyir ki, tamahkar, yəni hamını pis bildiyi birini gətirə və deyir ki, o deyir ki, Sədəmə həmin o insan vücudu yetişəndən sonra isə şah gərək qayda öz yerinə. Bir də deyir ki, Abbas Məhəmmədoğlu gərək deyir ki, öz şeydə bu kəbin kağızdan kəsdir şey olsun da. Yox, belə dur. Bildim, hə, yəni tamamən deyirlər ki, Şah Abbas azad olsun. Şah Abbas ondan sonra Değişik ki, burada biz sən artıq kasıb olacaqsan da, kim sənə razı olsa, bu kasıb, ikinci dəfə onunla evlənirsə, razı olmayanla evlənməzsən. Bu zamandakı Axund Səməd danışır ki, deyir ki, mən deyir ki, sizin bu uzun ömürlü qulluqçunuz, deyir ki, bir adam dönmüş Gəzmiş şəhərində, deyir ki, bütün yer, aləm, göy ondan deyir ki, tənqi gəlib də. O deyir ki, möhtərəm ruhaniləri deyir ki, pisləyir, hamının əleyhinə deyir ki, sözlər danışır. Nigar, Fəriddir. Bir dənə sualına cavab ver. Burada indi Mollabaşı özü mü təklif irəli sürür Yusif Sərracı? Bəli. Hə, Nərmin, Mollabaşı öz təklif sürür. Şahın özü demirdi, yəni Mollabaşıya. Şah Mollabaşıya deyir, bəli. Çünki Mövlana Cəmaləddin sözündən sonra Şah təzədən üzünü Mollabaşıya tutur, deyir ki, sən deyir şəriət əhlisən, sən daha yaxşı bilərsən də. Yəni bu şəriətə uymayan, dinsiz, imansız, yəni elə ölməm layiq biri kim var? Ondan sonra, siz deyəndə, ondan sonra da ki, köhnə dabəti yada düşür. Güsənəm, hansı nəyə görə xoşu gəlmirdi Mollabaşının Yusif Sərracdan? Necə mənim? Mollabaşının Yusif Sərracdan nəyə görə xoşu gəlmirdi ki, onun adını çəkir? Yusif Sərrac dinə qarşı idi müəllimə. Ona görə xüms və imammalı verməyin istəmirdi əhalinin. İstəyirdi ki, əhali daha rahat rifah içində yaşasın. Yalançılıqla, fırıldaqçılıqla xalqı aldatmağın başa düşürdü, onun əleyhinə çıxırdı, ona görə də ondan xoşu gəlmirdi. Gülsənəm, buradasan? Fikrin buradadır? Bəli, mən sadəcə telefon zatkaya qoymuşam, sönmüşdü ona görə. Gəlib gəldim. Dərsə xoşlana bilmirsən ki, sən dərsin olacaq, özdə ədəbiyyat. Ədilə, davam edək sənlə. Sonra deyir Mollabaşı cavab verir ki, bu Qəzvin şəhərində bir yaramaz peyda olub ki, deyir onun adını da Yusif Sərracdır. Deyir bilinmir ki, onun tərbiyəsi necə alınıb. Deyir artıq Qəzvin şəhərində yaşadığı üçün deyir bunun peşəsi deyir bizə məlum da deyir. Oğlu quldurdan özünü deyir mürid cəm eləyib. Oturdu buradan deyir şəriəti pisləyir.
öz başınadır, özü kimi deyir adamları yığmışdır. Oturub deyir ki, güya möhtərəm ruhanilər biz avamları aldadırlar. Güya deyir dini həkimləri deyir ki, güya dini hökmlərin heç birinin yerinə yetirmək lazım deyil. Xüsusən İmamməli vermək doğru deyildir. Bundan əlavə deyir ki, güya ali və yüksək dövləti zidd mübahisələr də eləyir ki, bu da yəni bizə qarşı gəlir. Ölkəyə və deyir millətə bunların heç biri mənfəət cəlb eləyib sıxışdırır. Deyir bizi təqib eləyirlər. Deyir ki, onun rəftarları heç bir qanun çərçivəsinə çıxmır. Bu cür deyir adama yalnız ölüm bəsdir. Deyir, deyir Qibləyi aləm, mən bunu deyirəm ki, yəni ulduzları onun üstünə çəkək. Məclis əhli də bunu təsdiq eləyirlər. Deyirlər ki, Yusif Sərrac ölümə layiqdir. Şah dərhal deyir bundan xoşhal olur. Elə deyir ki, mən onda deyir razıyam. Sabah bu tədbir icra olunsun. Sərsi gün deyir Yusuf Sərrac haqqında məlumat verilir ki, bəs atasının Qəzvin kəndlərində Kərbəlayı Səlim adlı bir kəndlinin oğlu idi. Kərbəlayı Səlim özü mömin bir adam idi. Oğlu da istəyirdi ki, bu yolda getsin. Əvvəl deyir təhsilini belə almışdı, amma sonradan görür ki, ruhanilər düzgün yolla getmir. Ona görə də o fikrini dəyişir. Yəni burada saxtakarlıqlar görür. Sonra gəlir Kərbəlayıya, oradan da Həmədana. Burada Usta Xəlilin yanında 40 yaşında olanda başlayır xəraclıq sənətini öyrənməyə. Bir il müddətini öyrənir. Təzədən qayıdır buradan Qəzvinə. Deyir bu şəhər paytaxt olduğuna görə burada sənətə yaxşı qiymət verirlərdi. Elə Qəzvinə gələndən sonra evlənir. Evləndən sonra da dükanını açır. Öz qazancı ilə ailəsini saxlayır. O deyir xeyirxah adam olduğuna görə ruhaniləri, mənsəb sahiblərini pisləyirdi. Hərçənd deyir bu qədər fədakarlıq göstərməklə deyir xeyirxah dostlar tapdı, amma özü bədbəxtliyə bais oldu. Sabahsı gün deyir şahın buyruğu olur. Günorta saat 2-yə qalmış. Hamı məşvərət adamları, ruhanilər hamı yığışır. Şah başında tac, əlində cəvahir, nişan topuz, qolunda da cəvahir bazubəndlər var idi. Üzünü saray adamları tutur ki, indi deyir mən artıq 7 il ki sizə padişahlıq eləyirəm. Bundan sonra artıq deyir padişahınız mən olmayacağam. Deyir indi sizə deyir bunun səbəbini mən sizə açıb deyə bilmərəm. Deyir özümə görə səbəblərim var, amma bunu bilin ki, deyir mən artıq taxtdan əl çəkirəm. Deyir həmin şəxs Mollabaşı, sonra deyir Sərdar Zamanxanı, Mirzə Müstəfi, Mövlana Cəmaləddin, Münəccim başı sizə göstərəcəklər. Deyir gərək hamınız ona itaətkarlıq eləyəsiniz, ona heç bir qüsur göstərməyin. Sonra deyir şah bu sözləri deyəndən sonra tacı götürür başından, qılıncını çıxarır, qılınc və kəmərini açır. Köhnə paltara əyninə geyinir. İndi deyir ki, artıq bir şah deyiləm, sizdən biriyəm deyib buranı tərk eləyir. Sonra Bəsdədirlər. Nərminə, Yusif Sərrac hakimiyyətə gələndən sonra hansı tədbirləri həyata keçirdi? Deməli, birinci ailəsinə bir bağlama hazırlayır. Deməli, onun 3 qızı var, 2 dənə də oğlu var idi. Və onlara deməli Yox, birinci o deyil, ondan əvvəl. Həbs atdırır. Həbs atdırır, bəli. Birinci Fərraşbaşı Əsəd bəy çağırır. Bu Mollabaşı. yerlərini də Birinci hadisə gedişatı bu əsərdən çox sual ola bilər. Ona görə də deməli, bunların hamısını deyir ki, orada olan işləyən adamların hamısında əkdə olan bir zindan var idi. Deyir, onlar satın. Daha sonra Əsəd bəyə tapşırır bu işi də. Sonra mən dediyim hadisə bu ailəsinin hədiyyə göndərməsi. Sonra hədiyyələr, Bir də üzük, daha sonra bir boyunbağı, gül, şal və s. bunlar göndərir ailəsinə. Xacim Bəriyə deyir ki, sən apar da, yəni bunlar deyir apar. Evin də yerini deyir Qəzvin 2-ci küçəsində və s. Daha sonra isə deməli sabahsı gün isə adamların yerlərini dəyişdirir. Yəni dostlarını gətirir əvvəlki adamların yerinə, hansı ki onları zindana saldırmışdı. Molla Ramazanı, Qurban bəyi, Mirzə Cəlili və s. Mollabaşılıq vəzifəsinə Molla Ramazana verir. Sərdarlıq vəzifəsini Qurban bəyə verirdi. Daha sonra müstəfiliyi Mirzə Zəkiyə tapşırır. Bir də vəzirliyi də Mirzə Cəlilə verir xanlıq rəqəbi ilə. Və münəccimbaşılıq vəzifəsini isə heç kimə vermir. O vəzifəni ümumiyyətlə ləğv edir. Deyirdi ki, heç bir faydası yoxdur, onsuz da yəni ləğv olunsun. Sonra elannaməhazırlayır və deyir ki, vilayət hakimlərinə hazırlatdırır bunu və deyir burada
heç kim deyir xalqı burada sıxışdırmasın. Yəni Nərminə bəsdir, onlar Mədinə. dediklə Yaxşı, Nərminə bəsdir. Mədinə, buradasan. Həyata keçirdiyi islahatlar həm də maarifçi görüşlərini əks etdirir bu islahatlar. Yusif Sərracın həyata keçirdiyi islahatlar bir-bir, yəni görmüş olduğu tədbirlər hansılardır? Mədinə. İslahatlar olaraq müəllim, məsələn, elə bayaq dediyimiz bu vəzifəni ləğv eləməyi olar. Olar başqa. Yəni müsbət mənada nə işlər görür? Dini, məsələn, vergilər haqqında görürdü. Nə görür dini vergilər haqqında? Tam orası yadımda deyil müəllim. Mən xüms və imam malını ləğv Xümus eləyir. imamalı onu Onları əzbərləyin. bağlatdırır. Yusif Sərracın həyata keçirmiş olduğu tədbirlər, islahatlar önəmlidir. Oranı hamı gedib gəlib baxsın. Hadisə gedişatla bərabər həyata keçirdikləri də önəmlidir. Karvansaralar, xəstəxanalar. Mən Say- o Mədinə küçələrdəki say. quyuları bağlatdırır ki, keçən əhali ora düşməsin. Ona görə müşavirə də düzəltdirir. Münəccim başlığı ləğv elətdirir ki, orada bir də insanları aldatmasın heç kəs. Özü də inanmırdı belə şeylərə. Başqa. Yusif Şah taxta çıxanda gördüyü işlərin ardıcıllığı belə gedir. Birinci Mirzə Möhsün, Sərdar Zamanxan, Axund Səməd, Mirzə Sədrəddin, Mövlana Cəmaləddin bunları zindana atdırır. Dostlarını dövlət işlərinə təyin edir. Dostlar da kimlər idi? Demək, mollabaşılıq mənsəbini Molla Ramazana verir. Sərdarlığı Qurban bəyə, vəzirliyi xanlıq ləqəbindən Mirzə Cəlilə verir. Müstəfiliyi də dostu Mirzə Zəkiyə tapşırır. Daha sonra münəccim başlıq vəzifəsini ümumiyyətlə ləğv eləyir. Vilayət hakimlərinə insanları sıxışdırmamaq üçün elannamə göndərir və vilayətə baxıcılar göndərərək xəbərdarlıq edir ki, vilayət hakimləri Allahdan qorxsunlar, milləti talayıb soymasınlar, rüşvət almasınlar millətdən və əks halda onları ölüm hökmü ilə hədələyir. Vergiləri tam ləğv eləmir, orta miqdara qədər azaldır və yollar təmir olunur. Mədaxildən ayrılırlar, körpülər, karvansaralar tikdirirlər, xəstəxana və mədrəsələr açılır. Ondan sonra o dağıdılmış yerlər ki vardı, onlara su çəkilir. Dullar, yetimlər, şirlər, korlar, onlara yardım edilməsini tapşırır və heç kəs özünü öz başından ruhani elan eləyə bilməzdi. Mütləq ki, bunu mollabaşıya deməli və ondan icazə almalı idi və ruhani sinifinə də xəzinədən maaş təyin edir ki, səltənətə möhtac olsunlar. Yəni öz rüşvətdən aldıqları puldan istifadə edə bilməsinlər. Məhkəmə işləri də ruhanilərdən alındı və mənsəb sahiblərindən həqiqətən dürüst, doğruzul insan olanlara tapşırıldı və ona görə də məhkəmə cəhətdən özlərini ruhanilərə möhtac gördü camaat, səltənətdən də uzaq düşmədi. Dini vergilər etibarı 4 nəfərə təhvil verildi və onlar bir-bir vergidən, yəni o vəqf vergisi ki var idi, oradan alınan pulu fəqirlərə paylayacaqdılar və kimə nə verdikləri barədə şaha hesabat verməli idilər. Ondan sonra şah qapısının nökərlərinə, şaha, dövlət adamlarına peşkəş verməyi, hədiyyə verməyi ümumiyyətlə qadağan eləyir. Ondan sonra varlı təbəqə ki var, bu tacirlər, bəyzadələr, zadəganlar, xanəndələr, şahzadələr və hətta ruhanilər və seyidlər öz mədaxillərini, yəni imkanları çatdığı qədər, yəni şəhər ərazisində qalırlar, yəni şəhər ərazisi isə 1/10, kənddə qalırsa 20/1 xəzinəyə verməli idilər və ordunun məvacibində gecikdirmədən, təxirə salınmadan verilməsini əmr eləyir. Bir də alış-veriş edənlər üçün əmlakın qiymətindən xəzinənin xeyri üçün tümənə 5 şah təyin eləyir. Ondan sonra burada müəyyən vəzifələr var idi ki, onlar cəmaatı aldadırdılar. Yusif bunu islahatları keçirəndən sonra bilir. Burada Miraxur var idi. Atları yaylağa aparıram adı ilə xalqı soyub talayırdı məsələn. Ondan sonra topxana əmri var idi. Topçuların hamısı üçün xəzinədən məvacib götürürdü. Onlara heç bir qəpik də vermirdi. Xəzinədar var idi. Şahlıq puluna saxta pul qatıb xalqa paylayırdı. Qəzvin bəylərbəyi var idi. Xalqdan hədsiz rüşvət alırdı. Kənd xudalar var idi. Küçələri natəmiz saxlayırdı. Yəni bunların hamısından xəbəri olur. Ona görə də Qəzvin küçələrini genişlətdirir, quyuları bağlatdırır və Qəzvin kasıblarına da anbardan buğda verilməsini tapşırır. Bir də quyu qazanlar çağırtdırır. Deyir ki, Qəzvinə su çəkilsin və bunun üçün də kimin təklifi varsa açıq şəkildə verə bilməsini əmr eləyir. Taxta çıxandan da bir həftə sonra cəmaət onun ədalətini görür və xalqda fərqli fikirlər formalaşır və onun belə rəhimli olduğunu görüb səhv axtarmağa başlayırlar. Ona görə ona qarşı üsyan başlayır. Bəli. Quzada Xərcə, hadisələr necə tamamlanır? Əsər necə tamamlanır? Burada Yusif Sərrac itkin düşür, ölmür. Yəni üsyançılar tərəfindən öldürülmür. Sadəcə itkin düşür. Şah Abbas burada deməli üsyançılar səhərsi günü Ərk qalasında zindanda olanları, Axund Səmədi, digərlərini çıxardılar. Ondan sonra da Şah Abbası tapırlar. O da hakimiyyətə gəlir. Burada yazılmışdı ki, Şah Abbas bir oğlunu öldürüb, 2 oğlunu da gözünü çıxardı.
Bu Deməli, onun katalogunu Müharibənin göstərir. nəvəsi olub. Bir də ingilislərin deməli bu əhali ilə hərb işi görməsinə ağılsızlıq adlandırır. Yəni belə cahil əhalini. Hangi mənada? Bu hangi Bilmədim. mənadaydı? Əsərin Nəyə sonu görə məcazi? Nəyə görə məcazi mənadaydı? Nə idi o məsələ orada? Yəni burada ulduzların aldadılması mənasını. Daha konkret fikrimizi ümumiləşdirsək, başa düşmə yoldaşları da fikri aydın olsa. Kim deyər uşaqlar? Burada Vallahi deyir ki, ingilis tayfası axmaqdır. Hətta deyir ki, orada ulduzların xəyalından keçməzdi ki, bəs İran əhli onların başına bir oyun gətirəcək, onları aldadacaq. Sonra da deyir ki, axırda Allah deyir, bu İngilis millətidir, qəribədir. Belədir, xətərli millət ilə az qalmışdır, cəng başlayır. Yəni kino ilə tamamlanır rəsmən sonra. Aynen bir yani güya bunlar çok ağıllılar. İngilizler o kadar ağıllı değil. Bunlar ulusları aldatmış millətdir. Bunlar yani yerdəki millətləri aldatmağı bunlar üçün heç nədir. Yaxşı. Dəniz. Aldanmış Kəvakib. Əsərin adı nə deməkdir? Axundov bu əsəri yazarkən hansı tarixi mənbəyə istinad edib? Yəni kəvakib ulduz deməkdir. Yəni aldanmış ulduz mənasına gedir. Hekayəti tarixi Raya Abbasi əsərindən. Əxlaqa görə yazılıbdır. Yəni şair İskəndər yəni bəy. biraz İskəndər mənəvi Nəvişinin Tarix Ələmə Raya Abbasi əsəri əsasında Axundov aldanmış Kəvakibi yazır. Sadəcə o əsərdən fərqli olaraq burada biz Yusif Sərracın aqibətini bilmirik. Səma, Yusif Sərrac təxmini hansı yaşlarda bir şəxs idi və Şah Abbasın hansı yaş dövründən biz danışırıq? Şah Abbas 22 yaşındaydı, cavan idi. Yusif Sərrac da cavandan biraz ötə, yəni qocaya. 40 40 yaşındaydı. yaşında deyir, sərratçı eləməyə başlayırdı. amma 56 yaşındaydı əsərdə. 40 yaşında Üst biraz. qızı 2 oğlu var idi Yusif Sərracın. Biz bir dəfə danışmışıq da sizlə bunu ki, bu adam 40 yaşında sərraclığa başlayıb. Sərraclığı öyrənəndən sonra gedib ailə qurub. Bu şahlıq vəzifəsinə gələndən sonra övladlarını hədiyyə göndərəndə böyüyün 13 yaşı var deyir. Yəni vurduq, çıxdıq, Biz topladıq 60 hardasa yaşlarında demişdik. neçə? 60 yaşlarında demişdik. Yox, 60 yox. Mən burada öz kitabımı bunu Böyük gedirəm. qızının 14 yaşı var idi. Hə, 14, 40-da da sərraclığı öyrənib sonra ailə qurubsa, hardasa 56, yəni 57 yaşında, yəni 55, uzağı 60, heç o qədər də olmaz. Yəni 55-56 yaşında bir şəxs idi. Bunu nəyə görə vurğulayıram? Yəni Yusif Sərrac artıq həyatı dərk edən bir yaşda şəxs idi. Şah Abbas kimi ulduzları aldadacaq bir şəxs deyildi. Aldadacağını düşünəcək Amma bir müəllimə, Yusif Sərrac əvvəldən də elə ağıllı adam olubmuş ki, ruhanilərin bu qəbliyin əvvəldən görmüşdü də. Təməldən ağıllıymış, amma Şah Abbas yox. Bəli. Əsərin satirik tənqid hədəfi Səma kimlərdir? Bir dəqiqə. Aldanmış Kəvakibdə şey idi, amma adı nə idi? Seyid adı yadıma Münəccim başını deyim, ola bilər. Münəccim başı. Saray xanımlar. Vəzifədə olanlar hamısı da demək. Saray adamları, saray adamları. Sərdar Zamandan. Mirzə Möhsün, Mirzə Yəhya, Sərdar Zaman, Axund. Konkret olaraq bunlar satirik tənqid hədəfləri idi. Qarışdırmırıq, bunlar vacibdir. Çünki aldanmış Kəvakib əsərin janrı nədir? Povest. Povest. Amma əsərdə satirik tənqid hədəfləri də var. Adətən satirik əsər komediya olur. Deməli, burada komediya deyil, əsər povest, amma necə burada satirik surətlər də var. Satirik surət nə deməkdir? Tənqid olunan surət deməkdir. Yaxşı, ümumi bir sual verirəm. Yusif Sərracın bax, keçirmiş olduğu islahatlar deməli Axundovun görüşlərini əks etdirən şəxs kim idi? Yusif Sərrac idi. Yusif Sərracın dili ilə o nəyi çatdırmaq istəyir? Nəyi demək istəyirdi müəllif? Dövlətə Ölkəyə də bir fayda verməməyi.
Evet. Özün dedin, Mehriban kitabdan okudun. Yo, özüm dedim. Mirzə Fətəli Axundov Yusif Sərracın dili ilə təhlildə verilən bu cümlə önəmlidir. Xətt deyirik bunu. Axundov Yusuf Sərracın dili ilə kəndxudadan tutmuş padşaha dək bütün hakimlərin zalım, yol kəsən olduğunu, ölkə millətə heç bir fayda vermədiyini, heç bir qanuna qayda riayət etməyərək xalqı soyub taladığını söyləyir. Tüfeyli həyat sürən 201 yalançı ruhaniləri kəskin tənqid edir. 19-cu əsrin 50-ci illərdə dövlət və onun idarə olunması ilə bağlı qənaətlərinin əksidir bu əsər. 19-cu əsrin 50-ci illərində dövlətin idarə olunmasına bağlı qənaətlərinin əksidir. Əsas tənqid olunan məsələ nə idi? Yaltaqlıq, səriştəsizlik, vətənə, xalqa münasibətdə biganəlik, ikiyüzlülük və s. bunlar. Gəldik Monsieur Jordana. İsmailzadə Xədicə, Leyla, Dəniz, qızlar oxumusunuz Kəvakib Monsieur Jordanı. Tamam. Yaxşı, onda sualları verəcəm. Leyla, əsər neçə məclisdən ibarətdir? 4. Hadisələr harada cərəyan edir? Qarabağda. Təşəmmüxan ovası. Baxmısan filmdən Leyla, Monsieur Jordanı? Xeyr. Dərviş Parisi partladır. 3-4 əsər var ki, onların filmləri var, hansı ki imtahana da düşən mövzulardır. Xüsusən 10-cu siniflər yay tətilində mütləq onları izləyin. Biri də Monsieur Jordan'dır. Monsieur Jordan filminə baxsaz, əsər ümumiyyətlə tas tamam, yəni heç yadınızdan çıxmayacaq. İsmail Şıxlının Dəli Kürü düzdür, müəyyən filmdə kənar geniş hadisələr var, amma əsəri anlamağınız üçün film sizə bəs edəcək. Amma ki, birbaşa bu əsər əsasındadır. Yaxşı, biz səndən danışırıq Leyla, birinci məclisdə. Birinci məclisdə dedik Qarabağda hadisələr cərəyan edir, ümumiyyətlə hadisələr Qarabağdadır. Əsərin birinci məclisi nə ilə başlayır, nə ilə bitir, orada nədən danışılır, konkret? O birinci şeydə o Qarabağda elə Təşəmmüxan ovasında olur. Qız Şərəfnisa ağlayır. Bacısı niyə ağladığını soruşur. O da üçün demir. O da anasını çağırır. Belə danışım birinci məclisi. Niyə görə ağlayırdı Şərəfnisa? Mən ağladığımı bilmədim. Əsas məsələ. Getdiyinə görə. Şahbazın getdiyinə görə. Niyə? Şahbaz kimi idi? Şahbazın adaqlısı. Hə, adaqlı nə deməkdir? Nişanlı. Hə, nişanlısı. Yəni toylar olacaqdı. Bu da Parisə getmək istəyir. Deyir, getdi. Qayıtmayacaq. Hə, toya nə qədər qalmışdı? 2 ay, yox, 20 gün. 20 gün. 20 gündən sonra deyir, toy olacaqdı. Nə bilir 20 gündən sonra? Anası deyir ki, Şahbaz, yox, deyir ki, Şahbaz gedəcək. Anası da deyir ki, 20 gündən sonra atan Qarabağda toy edəcək ki, yəni belə toy heç ayda görünməyib. Hə, Şamaxı çəngilərini deyir, toya göndərəcək. O vaxtdan da var imiş, məşhur müğənniləri, çalğıçıları toya çağırmaq, əvvəldən yazdırmaq. Yəni görsən elə o vaxtdan gəlir. Hə, biz oradan bilirik ki, hadisələr hansı dövrdə, hansı fəsildə cərəyan edir? Novruzdan bir gün keçmiş. Yox. Novruzdan bir gün keçmiş Kəvakibdədir. Burada bəs. Burada deyil orada. Novruzdan bir gün keçmiş yazdım. Kəvakibdə 3 gün keçmişdi mənim. Aynen. Novruz bayramından bir gün keçmiş Təkləmuğanın qışlağında vaqe olur. 21-22 martda baş verir. Toylar nə vaxt olacaqdı? Apreldə. Onun qeydini mən çaşdırdım. Deməli Şəhrabanu gəlir. Nə edir? Şahbazı danlayır, o da deyir, yaxşı getməyəcəm. Yox, şey olur. Deyir ki, getməyəcəm. Ondan sonra deyir ki, əmim də icazə verməsə, mən özüm Arazın çayını keçəcəm. Orada Monsieur Jordan'la görüşüb gedəcəm. Sonra da əmisi ilə bir yerdə
Hamısı danışırlar. Əmisi də deyir ki, özün getmək istəyirsən? Qız deyir ki, hə. Ondan sonra da əslində icazə verir, amma yenə Şəhribana icazə vermir. Yaxşı, Deyir ki, deyək, mən deyək, istəmirəm qarışdırmayaq. Elə qarışdırmayaq. Biz elə bir qısa xülasə danışmırıq da. Qısa danışanda da hissələrdir burada. Məclislər təmiz bilməyi. Deməli, birinci məclisdə dedik ki, təklə muğamda hadisələr vaqe olur. Biz orada şərəfimizdən ağlamağını öyrənirik. Şahbazın Parisə nəyə görə getmə səbəbini və Şəhrəbanın buna qarşı olduğunu öyrənirik. Və Şəhrəbanu bununla bağlı tədbir görmək üçün nə edir? Hatəmxan rayonu. Bəli, Göçoğran göndərir ki, get Hatəmxan ağanı çağır, gəlsin vacibdir. Bunun da birinci məclis tamamlanır. Gəlirik ikinci məclisə. Xədicə, İsmailzadə. İkinci məclisdə artıq biz Hatəmxan ağanı da görürük. Danışırıq orada nə baş verir. Müəllimə, mən Qasım bəy Zakirin şeirlərini əzbərləmişəm ancaq. Təkcə onlar az olacaq. Təhlillərini öyrənmişdin, Zakir? Şeirlərini əzbərləmişəm. Tək əzbərlə bitmir. Axı sən əgər şeiri öyrənmisənsə, gərək onun təhlilini də öyrənəsən ki, biləsən ki, Zakirin yaradıcılığından öyrəndiklərimiz getdi. Yəni, normalda bir dərs keçəndə də, Xədicə, biz o şeirləri öyrənmişik. Yəni, tək-tək yox, məsələn, Zakir bir dəfənin mövzusu olub. Şeiri öyrənmişik, təhlili öyrənmişik, bütünlüklə Zakiri bir dəfəyə götürmüşük. Gedişat belə olub. İkinci məclisdən danışaq, Dəniz. İkinci məclisdə də Hətəmxan ağa da gəlir və həkim sahibdən soruşur ki, eşidirəm ki, Şahbazı aparmaq istəyirsən Firəngistana. O da Müsyo Jordan da deyir ki, hə, aparmaq istəyirəm, Şahbaza söz vermişəm. Ora aparıb, yəni özüm yola salacağam. Firəng dilini də çox yaxşı öyrənsin. Sonra Hətəmxan ağa da deyir ki, yəni soruşur ki, Şahbazdan Parisə getmək istəyirsən. Şahbaz da deyir ki, bəli, amma istəyirəm. Müsyo Jordanla gedəcəm, sonra da özüm qayıdıb gələcəm də. Hətəmxan ağa da deyir ki, nə üçün gəlsən? Və Şahbaz da deyir ki, dili öyrənmək istəyirəm, dili öyrənmək üçün gedirəm. Hətəmxan ağa da qarşı çıxır ki, Firəng dilini öyrənirsən, onsuz da bilirsən də, yəni sənə lazım olan dilləri bilirsən. Niyə bir də yəni gedirsən? Şahbaz da deyir ki, yəni Firəng dili mənə çox ehtiyac var. Çünki məclislərdə daha da hörmətli ola bilərəm. Bir də Tarıverdi bəyin oğlu var idi. O daha yəni hörmətlidir məclislərdə məndən. Ona görə yəni Firəng dili daha yaxşıdır. Hətəmxan ağa yenə də qarşı çıxır. Yəni sən hələ uşaqsan, yəni ora necə gedəcəksən? Yəni nə qədər artıq dil bilməklə ağılın artmaz sənin. Yəni yenə də qarşı çıxır. Sonra yəni onların fransızların adət-ənənələrini pisləyir. Yəni onlar hamının bir yerdə, yəni qadınlar və kişilərin bir yerdə oturmasını pisləyir. Yəni kim pisləyir onu? Onu Şəhrəbanu xanım eləyirdi. Bəli, Müqayisə onun edirdi. qarşı Şəhrəbanı idi. Hətəmxan Orada ağa əslində deyir. amma Hətəmxan ağa başqa cür müqayisə eləyir. Bəli, Deyir ki, bəli. Şahbaz deyir ki, mən qanmıram ki, siz bunu hardan bilirsiniz? Deyir ki, indi mən səni qandırım da necə olur? Onlar başına tük qoyur, biz başımızı qırxırıq. Onlar uzun tuman geyinir, biz qısa tuman geyinirik, bizim arvadlarımız. Onların arvadları məclisdə üzü açıq otururlar, bizimkilər oturmurlar. Belə şeylər deyir. İndi onları sayaq. Başqa nə deyir? Biz də nə deyəsən? Biz əlimizlə yemək, xörək yeyərik, onlar Biz qaşıq əlimizi yer. buna qoyuruq, onlar qoymurlar. Biz sonra deyir başmaq geyinərik, onlar çəkmə geyinirlər. Bizim arvadlar, bizim arvadımız gödəkli libas geyər, onlarınki uzun libas. Bizimkilər gizlin
yəni onlar gizlin iş görürlər, bizimkilər yəni Deyir biz açıq. hər zada inanırıq, onlar heç zada inanmırlar. Aşkara deyərək onlar gizlin alırlar. Orada hər şeyə inanmağı müəyyən nəyi nəzərdə tutur? Bu din baxımından deyir onu. Biz safıq onlar çox bilmişdi də, yəni biz hər şeyə inanırıq, bizə anlatmaq asandır. Onlar heç nə inanmırlar, yəni inkar edirlər, sorğuluyurlar o mənada. Hə. Deməli, Şahbazın əsas məqsədi Parisə getməkdir. Nə idi? Desənə. Dil öyrənmək. Dil öyrənmək idi, bəli, dil öyrənmək idi. Bəs Hatəmxan ağa nəyə görə Şahbaza icazə verir getməyə? Necə olur ki, razılaşır? O birinci soruşur, ondan sonra Monsieur Jordan başa salır ki, onun yəni məqsədi dil öyrənməkdir də. Əslində orada Monsieur Jordan deyəndə ki, biz şahdan bəxşiş alırıq, ondan sonra Hatəmxan razılaşır. Ondan Deməli, əvvəl də deyir məsələ var. ki, ondan əvvəl də amma deyirdi ki, orada nəsə başqa bir şey deyirdi, deyəsim yadımdan çıxdı. Zəhra, 3 əsas məsələ hansıdır? Ki, Hatəmxan ağa cəza verir. Hatəmxan ağa orada yoldaş Şəhrabanu xanıma deyir ki, papağını çevirərsən bir il gəlib keçər, birinci ilin tez keçməyini deyir, sonra deyir uşaq da getsin, gəlsin Parisi görsün. Bir də Monsieur Jordana deyir, həkim sahibi yaxşı adamdır. Onun hesabına bir para mərifət də kəsb eləyər, yaxşısını yamanı görər də. Üçüncü olaraq deyir ki, kraldan bəxşiş alır, il başında deyir Qarabağa gələr, biz də onun toyunu eləyərik. Hatəmxan ağanın Şahbaza razılıq verməsinin təməlində 3 əsas məsələ dayanırdı. Bəli, dedim birini bəxşiş almaq, sonra Bir də ki, adının sanının tanınması ola bilər. Bir də ki, mən Qarabağa gəlməsəydim, kim bilə bilər ki, buradakı otları, nəbatası. Deyir, mən Hə, gedib orada bunu deyəcəkdim bayaqlar. Bəli. Yəni burada bir Qarabağın təbiətinin tanıtılması, burada həm də Axundov bir növ priyomlar istifadə edir də, həm maarifçi görüşlərini əks etdirən fikirlərdir. 3 əsas məsələ vardı. Dili öyrənməsi, krala tanıdıb ondan bəxşiş alması, yəni qurtaranda da deyir sizin mənim haqqımda göstərdiyiniz bu qonaqpərvərliyi mən krala çatdıracağam. Yəni minnətdarlığımı formada bildirəcəm. Hatəmxan ağana bu razı salır, baxmayaraq ki, Şəhrabanu mane olur. Yaxşı. Hatəmxan ağa maarifçi obrazı idi, yoxsa yox? Yox. Maarifçi görüşü təmsil edir Şahbaz və Monsieur Jordan. Bildim. Hatəmxan ağanı razı salır. Amma əsərdə mənfi planda da verilməyib. Hə, ona görə soruşdum mən, fikir götürə bilərik. Hatəmxan ağa mənfi planda deyil, sadəcə öz anladığı tərzdə düşünür ki, niyə gedirik ki, burada oturub biz verədiklərimiz tərsini eləməklə də elə Parisə öyrənmək olar deyil. Yaxşı, Nigar, 3-cü məclisdə tez onu ümumiləşdirək, 3-cü məclisdən danışır. 3-cü məclisdə deməli Şahbazla Şərəfnisan dialoqu verilir ki, deyir ki, Qadın xanım görsəm deyir, əmi dostum mənədir. Yəni qonağımızın yanında deyir ki, mənim üstümə sır-sır sığırdı. O da deyir ki, elə bir ki, bu kağızlar göstərir ki, bunlar Şahbaz vermiş də. Deyir, sən demədinmi bu Parisdəki qızlar deyir ki, qızların gəlinlər şəkildə, onlar oğlanların yanında üzü açıq, başı açıq otururlar. Deyir ki, mən utandım, elə bunları əmi dostuma göstərmədim. Deyir, hələ göstərsəm görün ağarardı. O da deyir ki, vallahi yox, deyir, səbəbi bunlar deyil də. Sən bilmirsən. Deyir ki, mən istəyirəm gedib orada qulluq edim, hörmət qazanım. Deyir ki, mən elə qalmışam bu qalmışlıqda, asız sansız. O deyir ki, əvvəla deyir, qulluq qazanmaq istəyirsənsə, get deyir ki, yəni Tiflisdə deyir ki, orada qulluq elə. Biraz sonra əgər istəyirsiniz, get başqa şəhərlərdə əlin çatsın, orada deyir ki, qulluq elə, gərək yəni Paris lazımdır. O deyir ki, yaxşı doğru deyirsən, amma ki, mən deyir ki, gərək adamın deyir ki, getdiyi yerdə bir vasitəçisi olsun da. Tiflisdə mən deyir ki, kimi tanıyıram, mənə tanıyan kimdir ki, orada mənə yəni hörmət etdirəcək də. Amma deyir ki, bu firəng deyir, yaxşı adamdır. Yəni bizi tanıyır, məni sevir. Deyir ki, qoy mən onunla gedib Parisə firəng dilini öyrənim. Deyir ki, həm də ki, kraldan mənə bəxş verəcək də. Daha sonra qayıtdan sonra toyumuzu birlikdə edərik deyir. Məstəri şahı biz 4-cü məclisdə görürük. Əsərin 4-cü məclisinə qədər görmür Məstəri şahı. Banu, Məstəri şah necə bir obrazdır? Deməli, burada insanları yalandan guya deyir ki, mən cad edirəm, insanların ifritələr çağırıram, ifritələrə
əmrlər verirəm ki, onların canlarına gitsinlər. Belə cahil insanları yola çəkən biridir. Onlardan istifadə edən biridir kimi. Satirik obraz. Satirik tənqid hədəfi olan bir obrazdır əsası. Satirik tənqid. Yəni müəllifin bu əsərdə əsas satirik tənqid hədəfi Məstəli Şahdır. Biz Məstəli Şahın əsl üzünü hansı səhnədə və məqamlarda görürük? Mən Qurbanəli ilə farsda danışanda. Qulaməli dedi. Qurbanəli hansı əsərin qəhrəmanıdır? Qurbanəli bəy var idi. Kimindir Qurbanəli Əlil bəy? Məhəmməd Quluzadə. Hə. Deməli, Nökər Qulaməli ilə danışanda iç yüzü meydana çıxır. Fəqan əsər yadındadır. Nə danışır bu Nökərlə? Qurbanəli bəyli deyə istədi, nə danışırdı? Qurbanəli bəy yox. Nökəri Qulaməli ilə danışan deyirik ki, Məstəli Şahın əsl üzü meydana çıxır da. Nə danışır ki, onun əsl simasını biz görürük, satirik planda biz onu görürük deyə tənqid olunacaq planda. İlki qadınlar yəni avamdır da, inanırlar. O xanım mənə 100 Orada farsça danışır ki, qadınlar başa düşməsin onun dilini. Soruşanda Ancaq ki, deyir ki, soruşanda da cavab deyir ki, deyir yəni öz şeyimi oxuyuram da, məhzər Yox. oxuyuram. Yəni deyirdi ki, Qulaməliyə bu xanım mənə 100 dənə təzə bazaqlı verəcək və 10 gün müddət var. Bu müddətdəki güya bu cadu belə eləyəcək. Yəni öz vaxtı var ki, belə deyək də iş atsın. Deyir, vəbşə bu sirri də heç kəs bilmir, bilməyəcəklər də. Yəni burada sonra da mən Arazın o tayına keçəcəm. Mən oradan kim gəlib götürəcək, kim gəlib tapacaq ki. Bu harda yazılmışdı ki? Elə dördü məclisdə. Qulaməli. Məndə yoxdur axı mənim o. Təhlildə var nə dedi fars dilində. Necə? Təhlilə də baxın uşaqlar, təhlilə də baxın. Hə. Elə bildim dərsin içində, mənim ona görə Deməli, soruşdum. dərsin içində var, 3 təklif irəli sürür. Ardıcıl olaraq onları dəqiq deməyimiz nəzrin vacibdir. Qadınlara Məstəli Şah ardıcıl olaraq nə təklif edir və onlar nəyə razılaşırlar? Orada birinci deyir ki, ya Şahbazı bir içinə cin müsallat edib ki, bu fikirdən əl çəksin Parisə getmək fikrindən. Amma deyir, hələ cavan olduğuna görə qaldırmaz da bədəni bunu. Ona görə bu fikri Şərəf Nisa xanım yox, Şəhrəbanu xanım qəbul eləmir. İkinci fikir bu idi ki, Mr. Jordanı elə eləyim ki, yəni ölsün də o. O da Divlərə, kökələrə əmr edim ki, Parisi xarab etsinlər, altının üstünə gətirsinlər. Hə, sonra Mr. Jordana birinci sağlamlığı ilə bağlı nəsə tilsim eləmək istirdi. Ona da Şərəf Nisa xanım razı olmur ki, nə qədər də olsa bir təqsiri bu idi ki, yəni Parisə aparmaq istirdi də Şahbazı. Hər gün deyir bir dəstə çiçək toplayardı, Şahbazının əli ilə mənə göndərərdi də. Yəni onun da heç nə olmasın. Şəhrəbanu xanım razı olur. Deyir ki, onda Parisi partladı. Yəni partlatsın da. Çünki Parisdəki bunun babalı Parisdəki gəlin və qızların üstünə yazılsın ki, onlar məclislərdə üzü açıq otururlar. Yəni belə deyir. Yəni nəyin üstündə axırı qərar tuturlar? Parisi partlatmağın üstündə. Yaxşı, Mədinə, necə tamamlanır əsər? Nə deməliyim? Əsər necə tamamlanır? Əsərdə bu Paris dağılır. Prosta ki, yəni təbii ki, Məstəli Şaha görə yox da. Bunlar hamı elə bilir ki, yəni bu Məstəli Şah eləyir, qadınlar falan hamısı ona inanır, amma əksinə belə də olmur da. Parisin özü dağılır. Bu Fransanın falan səltənəti deyir pozulurdu, kral avara falan düşür. Müəllif burada nə demək istəyir? Ümumi olaraq qadınlara, yoxsa məsələn necə? Məsələn, Müəllif bu məqamı yazaraq tənqid eləyirdi, məsələn, geriliyi, ətaləti, cəhaləti. Bunlar tənqid olunur. Həm Məstəli Şahda, həm də ki, qadınların buna inanmasında, cahillikdən bunlara inanmasında.
direkt Başqa? bəzi Orada hadisələr həm də təsadüfün qadınlar içərisində daha ortaya çox çıxır. bilirsiniz niyə inanır? Çünki mesajlardan gəlir deyir ki, əcinnələrin, şeytanların işidir. Qadınlar da həqiqətən fikirləşirlər ki, elə bunu Məstəri Şah elədi. Bir də ki, Məstəri Şahla mesajlardan heç vaxt üz-üzə gəlmirlər. Bir də qadınların Ə, avamlığı. orada Nərminə buyur. orada mənim inqilabla əslində inqilab baş verir, yəni ona görə Bəli. dağılır Paris. Üstə düşür həmin təsadüflə olan bir məqam. Yəni şair də bunu göstərmək istəyir ki, həmin belə məqamlar məhz bu fırıldaqçılığı, bu cür qeyri-ədalətə, yəni onların inanmasına səbəb olurdu da. Əslində elə bir şey yox idi. Dramaturq deyir, Yəni Axundov haqqında danışanda dramaturq deyirik ona görə. Çünki dramaturq əsərlər var. Dramaturq və yaxud da müəllif. Bəli, yəni göstərir ki, bəzən həyatdakı hadisələr bəzi fırıldaqçıların işinin getməyinə səbəb olur. Üst-üstə düşür və fırıldaqçıların işi inkişaf edir. Elə bilər ki, həqiqətən də o Paris durduğu yerdə dağıtdı, amma bu mümkün olan bir şey deyil. Qadınlar Yəni, bundan inanır yəni. bəs Monsieur Jordan niyə götürdü başını qaçdı? deyir ki, mənə konsulluqdan kağız gəldi də, yəni getməliyəm ora. Hardan gəldi kağız konsulluqdan? O detal dəqiq deyil. Kağız İngilis hardan gəldi? konsulluğundan gəlmişdi. Kraliçə İngiltərəyə qaçmışdı. Deyirdi ki, özümü krala çatdırmalıyım. Təbrizdə oturan İngilis konsulundan Divan bəy gətir. Divan bəy kağız gətirir. Bəli, Londondan vacib kağızlar xəbər gətirib ki, Louis Philip Fransa İngiltərə. kralı Louis Philip İngilisə qaçıb, yəni İngiltərəyə qaçıb deməkdir. Ondan sonra da heç nə. Paris qaldı. Elə bilirlər ki, dağıtdı. Yaxşı, bir dənə də sujetin mərhələsinə uyğun ədilə əsəri sayaq, bununla da yekunlaşdıraq. Deməli, əvvəl bədii müqəddimə, yəni giriş baş verir ki, girişdə nə olur? Artıq Şərəfnisə Şəhrabanuya Şahbazın Parisə gedəcəyini xəbər verir. Artıq bunlar təlaşa düşürlər və ona mane olmaq üçün yollar axtarırlar. Sonra Zavyaska, yəni düyün bölməsi gəlir. Artıq burada Şahbaz bəyin deyirik ki, Parisə getməyinə bu Şəhrabanu qarışır. Deyir ki, mən elə bir şey eləyəcəm ki, o qoyunmayacam onu getsin. Sonra artıq digər bölümdə gərginlik artır, kulminasiya, zirvə nöqtəyə gəlir ki, Dərviş görür ki, Parisi partlatmaq üçün burada yerə xalça falan sərir, fiqurlar qoyur. Razıvyaska düyünün açılması, Dərviş Məstəri Şahın Parisi dağıtması ilə deyir, Monsieur Jordanın Fransandakı inqilabı üst-üstə düşür. Bu da eyni vaxtda düşür və gərginliyə salır. Finalda isə deyirik, köhnəlik qələbə çalır və gerilik, avamlıq burada ifşa olunur. Zahiri qələbə idi yəni. Həm də aldadıcı. Aldadıcı və zahiri qələbə idi. Nəysə mahiyyəti tamamilə boş idi. Belə, yaxşı. Biraz əvvəllərə gedək, yadımızda nə qalıb? Mehriban de görün Füzuli məni candan usandırdı qəzəlində nə deyir? Orada yarının onun usandığını deyir. Başqa. Tez-tez qəzəllə bağlı xüsusiyyətlər tez sayırıq. Başqa. Orada Ahnalə ilə ilişkilər deyirəm. Bədii suallar işlədi. Bədii sual işlərim. Daxili qafiyə var. Daxili qafiyədən var. Yaxşı, bəs Nərminə? İlahi məhəbbət də var. Bəli, ilahi məhəbbət, təsəvvür məhəbbətdir. Bəncə öz adını Füzulinin məni candan usandırdı qəzəlindəki lirik qəhrəman təsvir etdiyi, yəni təsvir olunan eşq real eşqdir, yoxsa sufi eşqdir? Real aşıq obrazı canlandırılmışdı burada, amma ilahi məhəbbət danışılırdı. Orada canan deyəndə, məsələn, Allah nəzərdə tuturdu. Deyirdi orada qamı bimarinə canan dəva dərd edər insan. Ne üçün qılmaz mənə dərman, məni bilmər sanmazmı? Burada canan deyəndə Allah nəzərdə tuturdu ki, yəni Deməli, Allah sufi görüşlərinə əks olunan əsərdə sadəcə o qədər reallıq var ki, onu fərqləndirmək çox çətindir. Bəli. Çox çətindir. Uşaqlar, nə edirik? Götürürük. Bu gün nə test işləmişik? MHM bir də sınaqdan ATK-dan altını vermişdiniz. Aşıq Ələsgər Seyid Əzim Şirvanini götürürük. Aşıq Ələsgərin Hər iki dağlar şeirini öyrənirik, təhlilini tam. Seyid Əzim Şirvani
Gümüş pil müxəmməsini öyrənirik. Bir də Qafqaz müsəlmanlarına xitab göndərəcəm qeydləri. Daha doğrusu bir dərsini yenə də qeyd edin. Seyid Əzim Şirvani də tam götürürük müəllim. Tam. Aşıq Ələsgər və Seyid Əzim tam. Seyid Əzim də Qafqaz müsəlmanlarına xitab gümüş qıl. Aşıq Ələsgər də dağlar. Bu dəfə yox, amma gələn dəfə sınağı yaza bilərik. Daha vaxt qalmadı. Baxaq o tekaya. Dərsi yaxşı oxumaq lazımdır, əlaqələndirici oxumaq lazımdır. Bəzi yoldaşlar kamerası açılmır, görünmür. Bəziləri kitabı qoyur, oradan oxuyur. Hətta oxuyanda çaşır kəlməni səhv deyir, sonra düzəldir. Hamısı fərqinə varılır ha. Yəni daha indi ortada hamını istəmirəm pərt eləyim, amma danışıq əlaqələndirici olmalıdır, sərbəst olmalıdır. Ədəbiyyat. Uşaqlar, burada neçə idi sınav? Sınaq 6. 6. Mənim ekran faylarda qalıb elə açmışsınız. Uşaqlar, bir dəqiqə mən Uşaqlar, buyurun, davam edirik, sonra deyin gəlsin. Mənim sabah sınaq olacaq. Bazar günü başlayacaq uşaqlar. Bazar günü 9-ları yola salım, çatdıra bilmirəm yoxsa. Bazar günü uşaqları yola salım, sizlə inşallah ki başlayırıq. Ekran görünmür mənim faylarda qalıb. Ekranı paylaşmışam, dəzdən paylaşacağım. Görünür? Bəli, indi gəl. Buyurun uşaqlar. On var məndə. Nəcəf bəy Vəzirovun Müsibət-i Fəxrəddin əsərində Səadət obrazı ilə bağlı yanlış fikirləri müəyyən edin. Dramaturgiyamızı ilk maarifçi qadın surəti kimi səciyyələndirilir. Düzdür bu? Yanlışlar. Çıxdım. Ciddiyyətli obraz kimi təqdim olunur. Səhvdir bu. Bir günlə bahar olmaz deyən Fəxrəddin idi. Səhvdir bu. Fəxrəddinlə həmfikir olub onun fəaliyyətini
Yüksək dəyərləndirir, düzdür bu. O zülmət səltənətində bir nur kimi parlayıb tez də sönür. Müəllim, 3 götürməliydiniz. Niyə? Yanlış. Hə. 2-3. O zülmət səltənətində bir nur kimi parlayıb tez də sönür. Yəqin ki, burada düzlər götürürlər. Yox, mən tutmuşam müəllimə. Cavab Y verilib, amma burada 5 mənə aydın olmaz. O Fəxrəddin idi də sonunda ölümü ilə. Ölümünə görə bəli, Fəxrəddin idi, bəli. Səhvlər. Düzlər 1, 4, səhvlər 2, 3, 5. Bilməm. Başqa var sualımız? 14. Gümüş qıl müxəmməsi ilə bağlı yanlış fikirdir. Musiqidən həzz almayanlar qara daş kimi hissiyatsızdır. Bu düzgündür. Müğənninin səsi cansız əşyalara həyat bəxş edən Davudun gözəl səsinə bərabər tutulur. Müğənninin səsi cansız əşyalara həyat bəxş edən İsa idi də o. Davudun gözəl səsinə. Musiqidən zövq alanlar əhli bəsər. Bəli, musiqi əhli gərək deyir, əhli bəsər olsun, yəni anlayan olsun. Şair oxucunun Zahidin əfsanə sözlərinə uymamağa səsləyir. Düzdür. Bu musiqi dinləməyi, tar çalmağı haram sayan savadsız din xadimlərin fikirləri qəbul edilmir. Bu da düzdür. B-də cansız əşyalara həyat bəxş edən Davudun gözəl səsi. Orada bir Davud Peyğəmbərin adı çəkilir, bir də İsa. Yəni, bu məqam İsa üçün keçərlidir. Başqa uşaqlar? Yoxdur məndə. Yazıb hamı testləri? Test yazmamışam. Bəli. yoxdursa burada çıxıram buradan. Maşında var məndə Qasım bəy Zakir. Səhvə neçədir? Mən fayllarda qalıb yenə də. Bəli. Necə? Yenə fayllarda qalıb, görünmür. Əslində səhvədəyəm, sadəcə mən indi fayllardayım da. Görünür bura? Siz görmürsünüz. Mənim görünür. Uşaqlar, buyurun. Qasım bəy Zakirdir 10. 10 məndə də var mənim.
Deməli, uşaqlar, burada biz Badisəba ilə bağlı uyğunluğu seçməliyik. Möhür bənd hansı bənddir? Ən son bənddir, düzdürmü? Möhür bənddə şair adını çəkərək özünə müraciət edir. Son bənddə nə deyirdi? Zakirin əhvalın xublar şanına ağlaya-ağlaya dedim nə dedi? Yəni, həm də özünə müraciət edirmir də, ümumiyyətlə adı çəkilir, amma müraciət yoxdur, bu səhvdir. Şeir rədiflə adlandırılmayıb. Rədif dedin nə dedi? Adlandırılıb. Bu da səhvdir. ABCB qoşma olduğu üçün bu düzgündür. İndi məzmun şairin ahı göylərə qalxıb. Axı naləm asimanə yetdiyin, ol bu zivaya dedin nə dedi? Deməli düzdür bu. Lirik qəhrəman yarın halının necəliyi ilə maraqlanın. Söylədinmi necəliyin halımın? Lirik qəhrəman Yarın halım Burada öz halını deyir. Lirik qəhrəman yarın halın necəliyin demir də, deyir mənim halımı sən ona dedinmi? Bəli. Ancaq öz halından danışır. Bu səhv olacaq. Sevgili tamam yeryüzünün qibləgahı adlandırılır. Məncə bu problem deyil də, bu əsasıyla fikir keçir. Ümidsiz deyildir. Yeryüzünün qibləgahı adlandırır. Bir şad xəbər alacağına inanır. 3, 4, 6 cavab E. Mən də belə yazmışdım. Cavab D gəlib. Bir də möhür bənddə adı çəkir, amma müraciət etmir. Deyil, müəllimə, C variantı. C variantı çıxıb cavab. Bəli, C çıxıb. 2 əlavə çıxıb. Şeir rədiflə adlandırılmıyor. Axı rədiflə Rədif adlandırılır. dedin idi, amma Badis o ilk beytinə görə adlandırılmışdı. Badisəba Rədif mənim dedin nə dedi? O adlandırılması, hə. İlk misrası şeirin adı bizə necə təqdim olunur? Badisəba mənim dərdi dilimi. Amma belə də ola bilərdi də onda. Şeir rədifə uyğun da adlandırıla bilər. Və yaxud şeirin ikinci adı dedin nə dedi? Amma şeir belə, biz adını elə buradan görürük. Düzdür, Nərminə, düzdür. Rədiflə adlandırılmayıb. Adlandırılıb, ilk misra ilə adlandırılıb, hə. Amma rədiflə də adlandırıla bilər. Ümumiyyətlə qoşmalar, qəzəllər. Burada adlandırma amma rədiflə istifadə olunub yenə də. Başqa uşaqlar. Mən onlar bir dənə 37-yə baxasın, mən çıxım. Bir dənə var. Uyğunlaşdırmamız istəyir Nərminə. Bu əsərdə aşiqin əvvəldən axıra qədər ah naləsi şahidləri kəsilmir. Aşiq real olmayan obrazdır. Real olmayan təbii ki, bu Füzulidə ola bilər də. Məni candan usandırdı, cəfadan yar usanmazmı, fələklər yandı ahından muradmış. Deyirdim mən sənə mail, ancaq şikayət edeyim, düzdürmü? Onda biri bura yazaq. Bu əsərdə aşiq fikrin başdan sona suallar şəklində. Sual, ikisində də sualdır. Ortaya yazaq. Bu əsərdə sevgilisindən xoşuz, mehriban rəftar görməyən aşiq yolundan dönməyi ağlına belə gətirmir. Heç birində dönmür də. Xoşuz, mehriban rəftar görməyən aşiq yolundan dönməyi ağlına belə gətirmir. Qəm əlindən payəpəstə olduğum, hal pərişan, dil şikəstə olduğum, ancaq deyir vəziyyətim belə bildirir. Amma Füzuli nədir? Xəstəyəm ancaq ki, bu dönmək. Bu əsərdə aşiq eşqini gizli saxlamır, vasitəçi ilə göndərir. Bu əsərdə aşiqin eşqini bir mənalı şəkildə qəbul etmək olmaz. Mən tərs yazdım. Deməli, axıra qədər ah naləsi kəsilmir, real aşiq olmayan obrazdır. Bunu düz yazmışdım. Başdan başa suallar əsasında bu da bura olmalıdır. Nərminə, sən nəyi fərqli yazmışdın? Biz onun üstündə duraq. Mən C yazmışdım, cavab D çıxıb. Yox, çox var. 1-dən 5-i sən B-yə yazmışsan.
1. Hə, biz de 1 götürdük. 5. Bir mənalı qəbul etmək olmaz. Yox, bir mənalı qəbul etmək olmaz deyəndə bir mənalı sən C yazmısan ortaq. Bir mənalı qəbul etmək olmaz. Niyə ki? Zakirdə bir mənalıdır. Bu ayətdə məni candan usandır deyə. Çünki orada sufi görüşlərdə, amma realdan da dedi ki, fərqlənməyən şəkildədir. Məndə burada desən Y variantı çıxmışdı cavab. Mən D götürmüşdüm, amma cavab Y çıxdı. Yo, baxdım cavab D çıxdı. Bildim mən başladım. Nə idi problem sənin üçün? Bir mənalı olan götürmüşdüm. Mən də Hə, Füzulidə bir mənalı deyildi. Onu bayaqlarda dedik ki, orada ilahi eşq olduğu üçün realdan fərqlənmir. Yəni gah elə düşünürsən, gah belə. Amma Badi Səbada realdır. Xalq şeiri üslubunu yazdığı üçün realdır. Bilməm. Onda çıxdım mən. Sağ olun. Oldu, sağ ol. Yekunlaşdırıram uşaqlar. Tapşırıq növbəti sınağı yazacaqsınız. Mövzuya müvafiq bir növbəti sınağı. Mövzunu da qeyd etdim. Oldu mən. Sağ olun. Sağ olun.